Sual mühendisliyi tələbələr, bu gün sizlərlə algoritmlə bağlı sual cavabına baxacağıq. Yazı funksiyanın qiymətinin hesablanması algoritmi fn, burada n tam ədəddir, aşağıdakı funksiya şəklində verilir. Fn bərabərdir 1, əgər n kiçikdirsə 2-dən, fn bərabərdir fn minus 2 plus fn minus 1, əgər n böyüksə 2-dən. Algoritmdə biz bildik ki, olurdu, bir blok sxem olurdu və yaxud da ki, döngü olurdu, hər dəfə yoxlanılırdı. Birinci biz n-in hansı qiymət olduğunu bilmək istəyirsə, bu variantlardan təbii ki 1 olduğunu bilirik. Biz onda n yerinə variantlardan birini qoyub yoxlaya bilərik. Gəlin f-in yerinə 6 qoyaq. N-in yerinə daha doğrusu 6 qoyaq. F6 n-in yerinə 6 qoyduq, hansı şərt ödəyir? Baxıram ki, bu şərt ödəyir də böyük bərabərdir. F6 bərabərdir. F 6-dan nə çıxıram? 2 çıxıram. F4 üstə gələk. N-in yerinə qoyacam, 6 qoydum. F5 plus F5. Bunu yazdım. Baxıram ki, burada mən nəsə görə bilirəm. 4-ün qiymətini bilirəm, 3-ün qiymətini bilirəm, yox. Mən gəlirəm, F-in yerinə 5 qoydum. 5 qoyuram. Bərabərdir. F3 üstə gələk. F4. Baxıram ki, buradan da nəsə bir şey görsənmir. Gəlirəm, onda yenə F4-ün yerinə qoyuram. F4, daha doğrusu 2 plus F3. N yerinə 3 qoyuram. F3 bərabərdir. F1 plus F2. N-in yerinə 2 qoya bilərəm, bəli qoya bilərəm. F2 bərabərdir. F1 üstə gələk. F0. Biz buradan tuta bilərik ki, burada bir dəyişən veririk və biz bunu gətirib bu dəyişənə çıxartmalıyıq. Yəni, n-in 2-dən kiçik qiymətlərində bilirik ki, burada 1 dəyişən alır. Biz eləməliyik ki, n-ə kiçik rəqəmlər alaq. Burada n-in yerinə biz 1-i qoya bilərik. Gəlin baxaq. Burada baxıram ki, n 1-dən kiçik olan budur. 1-dən kiçikdir, bəli. 2-dən kiçikdir, bəli. 2-dən kiçikdir, bəli. Demək, F1 yerinə 1 qoyuram, F0 yerinə qoyuram, 1 qoyuram. F2-in qiyməti nə olur? 2 olur. F2 2-dir. F1 bayaq neçə idi? 1 idi. F3-ün qiyməti neçə olur? 3 olur. F3-ün yerinə 3 qoyuram. F2-in qiyməti bayaq neçə idi? 2 idi. 2 qoyanda F4 neçə olur? 5 olur. F4-ün yerinə 5 qoyuram. F3 bayaq neçə idi? 3 olur. 3 olanda neçə olur? 3 qoyuram. F5 olur 8. Bu yerine 8 qoyuram. F4 bayaq 5 idi. Bunu qoyanda nə olur? F6 olur nə? 13. Gəlin baxaq. Biz bunu düzsək. Bax, 0-dan başlayıb düzsəmdə. F0 1. F1 1. F2. F2 neçə idi? 2 idi. F3 neçədir? 3'dür. F4 neçədir? 5'dir. F5 neçədir? 8'dir. F6 neçədir? F6 neçədir? 13'dür. Şurada bizə hansısa bir ardıcılığı təyin edir. Biz bilirik ki, Fibonacci falan var idi. Fibonacci nə cürədir? Tutaq ki, son gələn rəqəmlər digər rəqəmin cəmini verir. 1, 1, 2 verdi. 2, 1, 3 verdi. 2, 3, 5 verdi. 3, 5, 8 verdi. 8, 5, 13 verdi. Biz indi eləməliyik ki, buradakı nəticə 34 olsun. Yekun nəticə 34 olsun. Bura 0'dır. Bura 1'dir. Bura 2'dir. Bura 3'dür. Bu 4'dür. Bu 5'dir. Bura 6'dır. Sonraki rəqəm neçə olacaq? F7 olsa neçə olacaqdı? 13-8 yəni neçə olacaqdı? 21. Bu F7'ye uyğun gələcəkdi. Bundan sonra 13-21 yəni neçə olacaqdı? 34. Tapdım. 8-ci nömrə uyğun gələn nə olacaqdı? 34 rəqəm olacaqdı. Bizdən elə n-in qiymətini soruşur. Hansı variantdır? A variantı. Yəni bu qədər səhv.